Salam hörmətli izləyicilərim. Bugün də belə iki rəngdən toxunan bir naxşı istəyirəm göstərim. Bu da elə iki üzdən də toxumuşam da. Bunu hər iki üzündən istifadə edə bilərsiniz. Bu üzüdür. Mən bu üzünü düz üz eləmişəm. Bu üzünü tərs üz. Buranı kim istəsə bu üzünü də eləyə bilər. Burada çox qəşəng görünür. Formadadır. Elə bil ki, iki sıra birindən, iki sıradan əmələ gələn bir naxışdır. Mən bu tərəfi xoşladım, ona görə bu tərəfi üz eləmişəm. İlmələr də sayı neçə istəsəz yığa bilərsiniz. Cüt tək fərq eləmir. Ona görə saplarımdakı 100 qramlıq 350 metrəlik sapdır. Bundan da jilet, jaket, papaq, nə istəsəz toxuya bilərsiniz, svitrə. İndi mən bunun üçün belə bir sapımı götürürəm. Birimi üstə yığacağım. Kısa formada biraz. Çok uzun olmasın video. İki, üç, dört, beş, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək eləyirəm. 16 ilmək bəsdir. Onu da kəsirəm buradan. Mən burada rezinka hissəsini toxuyan deyiləm rezinka. Kim necə istəyir toxuya bilər rezinkanı. Kimin ürəyi nə cür 2-2, tək-tək necə istəyirsiniz elə də toxuyun. Mən indi buranı ancaq tərs toxuyacağım. Birinci sıra olduğuna görə birinci ilməni də toxudum. Qalan ilməkləri hamısını tərs toxuyuram. Hər iki üzdən tərs toxuyuram. Bütün sıraları. İndi tərs üzdən yenə tərs toxuyuram. Belə, indi bura düz üzüdür. Mən çox toxumuram. İki rəng olduğuna görə ikinci rəngi də bura bağlayıram. İndi bu sapı da tərs toxuyuram yenə. Hər iki üzdən tərs toxuyuram bütün ilməkləri. İndi tərs üzdən yenə də tərs toxuyuram hamısını.
Birinci ilmeği götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi bu üzdən yenə düz üzündən yenə sapı dəyişdirirəm. Ağ sapı toxuyuram. Birinci rəng dəyişdiyinə görə birinci ilməyi də toxuyuram. Tərs üzdən yenə də tərs toxuyuram hamısı ilmələri. Birincini götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Formada alınır. İndi təzədən bir sıra da bunu toxuyacağım. Yaxşı görünsün deyə. Yenə birinci ilməyi toxuyuram. Rəng dəyişdiyimə görə qalan ilməkləri yenə hamısını tərs toxuyuram. Arxa üzdən yenə bir sıra tərs. Düz üzü mən buranı eləmişəm. Yenə də bu sapı dəyişirik. Bir dəfə iki sıra, bir sıra düz üzdən, bir sıra arxa üzdən. Sonra da dəyişirik. Mən buranı düz üz eləmişəm. Kim istəsə bu tərəfində eləyə bilər. Yəni iki tərəfində toxunmaq olar. Bu formada belə bir naxışa alınır. Bura arxa üzüdür. Belə. Bura düz üzü. Formada. Sağ olun, gələn videomda görüşənə qədər.